İzahlı test 42. hissə 5-ci sinif ingilis dili. Birinci sual. Choose a synonym of the underlined word. His paintings are very good. Painting sözü rəsm mənasını verir. Maps xəritə, stamps marka, drawings şəkil, rəsm. Sibəndi doğru cavabdır. Paintingsin sinonimidir. Envelope sözü isə zərf mənasını verir. İkinci sual. Choose the antonym of the underlined word. The CDs are in front of the computer. CD-lər kompüterin qarşısındadır. In front of qarşısında, qabağında mənasını verir. Onun sinonimi, onun antonimi hansı sözdür? Niyə yaxınlığında, next to, yanında, behind, arxasında. In front of qarşısında, behind, arxasında. C bəndi doğru cavabdır. Far from, uzaqda mənasını verir. Üçüncü sual. Choose a correct question. Düzgün sual cümləsini seçin. Where does your aunt lives? Does işlənib, düz işlənib, amma fəilin sonunda biz S çəkilisi artırmamalıyıq. Fəilin sonunda S çəkilisi yalnız təsdiq formada olur. Sual və inkar formasında indiki sadə zamanda fəilin sonunda S çəkilisi olmur. A bəndi səhvdir. Where your aunt lives. Burada da does yoxdur. Həm yenə S çəkilisi burada var. C bəndində where does your aunt live? Where does your aunt live? Does your aunt sənin bibin. Üçüncü şəxsin təkidir. Does işlənib və fəilin sonunda da S çəkilisi yoxdur. C bəndi doğru cavabdır. Where lives your aunt. Burada da do does'dan istifadə olunmayıb. Əgər cümlədə köməkçi fe'l yoxdursa biz do does'dan istifadə etməliyik sual cümləsində. 4-5'in cavablarını videonun altında şərtlərdə yazarsınız. Videonu bəyənib abunə olmağı unutmayın.